Salam yoldaşlar, hər bir salamlayıram. Bugünkü mövzumuzda Kubernetes davam edirik. Bugünkü mövzumuz Time ve Toleration olacaq yoldaşlar. Keçən mövzuda biz Node Selector və Node Affinity haqqında danışmışdıq. İndi isə gəlin Time və Toleration danışaq. Time yoldaşlar, biz nodlar üzərində key value effekt verərək bunun üzərindən hansı podların gəlib burada qalxa biləcəyini təyin edirik. Yəni sırf bu key value və effekt strukturuna uyğun olanlar deyə bilərik ki, gəlib bu nodda qalxa bilsin. Və tolerations'da qısa deyim ki, buradan deployment və podlar və sair üzərindən biz onu konfigurasiya edirik. İndi o haqqında danışaq. İlk olaraq Type'dan danışaq. Type'da dedik ki, yoldaşlar, bizim key value'miz olur. Key value keçən dərsdə danışmışdıq. Yenə də qısa toxunum. Key o ola bilər ki, yoldaşların environment-ına adam verə bilərsən. Misal test, dev və s. Value'su da ola bilər həmin environment-a uyğun bir şey. Misal test olar, disk olar, SSD olar. Bu strukturda point verə bilərsən. Bizim bir də effektimiz var. Effekt strukturunda yoldaşlar bizim 3 dənə biz effekt verə bilərik. Node schedule'ləri yoldaşlar uyğun toleransı yoxdursa, bu həmin nodda schedule olunmur. Okey. Amma ki normal podlar yenə də burada qalır. Heç bir təsir etmir. Başqa private node schedule'ləri var yoldaşlar. Deyir uyğun toleransı yoxdursa, schedule'lər buna mümkün olduqca seçməməyə çalışır. Yəni məcbur şey eləmir, seçmir və o qalır. Və bir də ki mövcud podlar heç bir təsir eləmir. Yəni bizim artıq bu effekti versək və bu effekti versək yoldaşlar, bizdə həmin nodda üzərində olan podlar və deploymentlər bu ölüb dərhal başqasında qalxmayacaq. Elə orada istifadə olunmaq qalacaq və istifadə olunacaq. Bir də bizim no executumuz var. Nəğdindən bilirik ki, bu heç qoşula bilməz ora. Bu toleration'a uyğun olmayanlar gəlib burada qoşula bilməz. Və bu effekt verildikdə artıq həmin nodda uyğun olmayan pod və deploymentlər oradan dərhal ölüb və silinməlidir. İstifadə olunma bilməz və kontrol menecər gəlib fərqli nod üzərindən bunu qaldırar. Biz time toleration'ı yolda installation etdikdə master nodda defaultda time gəlir. Və burada struktur baxımından sadəcə key və effektdən ibarətdir. Key və effekt effektdən ibarətdir ki, ancaq bu tolerances uyğun olanlar gəlib bura qalxa bilər. Biz görürük ki, bizdə master nodda heç bir şey qalxmırdı, ancaq node 1 və node 2 üzərinə qalxırdı. Çünki bunun üzərindən time var idi. İndi gəlin bu time mövzusunu praktikdə göstərir yoldaşlar. Gələk buradan time'ın komand hissəsinə keçək və başlayaq danışmağa. Gələk buradan yoldaşlar. Mən buradan get node yazsam, nodlarına buradan baxıram. İndi time'da baxmaq üçün describe node 1. Baxsam 3-də gəlsəm, yoldaş 3-də time yeri olmalıdır. Gələk buradan capacity time. Buradan şeylə də axtara bilərəm. Okay. Time hissəsində görürəm ki, buradan test GPU node schedule'lar, testi executable qoşmuşdum, bəlkə ona görə qalır. Amma normalda hər hansı bir nodda time və toleration time olmur ki, istənilən şey olanda qalxır. Defaultda deyirəm, yəni ki, təbii ki. Burada time'lara gəlib bunun üzərinə baxa bilirik. Gəlsəm ilk olaraq yeni bir time'dan bunu silək. Time node 1. Deməli nədir burada? Copying eləyək, yapışdıraq. Okay. İndi yenidən gəlsəm mən buradan describe eləsəm, gəlsəm tolerancy sitəsinə ya da elə ən rahat belə istifadə etmək istəyirsə, buradan concrete grip yazsa gəlib bir həmin hissəni bizə göstərir. Niyə? Çünki artıq həmin hissə yoxdur. Time çünki sildim oradan. Gəlsəm amma bir dənə yenidən əlavə eləsəm, time'dır. Gəlib time yazsam. Not sildik. Niyə? Time'da böyük hərflə mi yazıb? Yoxsa time böyük hərfləndə. Mən burada elə yine yazsaydım mənə kifayət idi. Okay. Gəlsəm burada görürəm ki, bu time'da var. Gəlib buradan silək bunu. Okay. Gəlsəm yenidən baxsam buradan.
və görürəm ki, Tiny yoxdur və istənilən pod gəlib bunun üzərindən qalxa bilər. Gəl şimdi özümüz bir dənə Tiny toleration verək, Tiny verək. Kubestiyə Tiny yazıram yoldaşlar. Ondan sonra nodun adını yazdım. Nod tipini yazıram. Deyirəm ki, noddur. Ondan sonra nodun adı, nod 1. Ondan sonra key value'sunu yazıram. Key misal yazıram ki, test. Ondan sonra value'sunu yazıram buradan. Yəni yine burada tipini yazarım. Və distance engine yazıram. Atıram da bir şeyi. Ondan sonra da fx sesi üçün qoşanlıqda qoyuram. Və buradan yazıram. No şey okey. Bunu verdim və gəlib üstdən qrif eləyib axtarsam, görəcəm ki, bu tank var. Və mən yeni bir pod yaratsam, indi görürəm kubestil get podum var mı mənim? Yoxdur. Yazsam kubestil get node 2-də bir dənə baxaq gəlsəm, görək node 2-də tank var mı? Ha, node 2-də də var. Node 2-ni şimdi də tank var. İndi gəl bir dənə yeni bir pod yaratmaq istəyək. Kubestil run bir də podunu da yaradaq elə. Create image beraberdir. Nginx ilə yaradaq bunu. Kubestil get pod yazsam, buradan pendik vəziyyətdə qalacaq. Niyə ki pendik vəziyyətdə qalacaq yoldaşlar? Çünki qalxa biləcək bir nod yoxdur bunun. Bunun qalxa biləcəyi nod olması üçün bir ya heç bir timed olmayan bir nod olmalıdır. Və ya bunun tolerations'ını düzəltməliyik ki, gəlib burada qalxa bilsin. Gəl hələ ki o hissə girməmişik toleration hissəsinə. Time'ını qaldıraq və gəlib qalxdığını görək. Mən burada yazsam ki, deməli time node 1 node 1'in time'ını götürək və avtomatik olaraq ona qalxdığını görək. Node 2'ni də sən götürək yoxsa node 1'i. Elə node 1'i götürək. Node 1'e ne verdik biz aşağıda? Index mi verdik? Okay. Gəl indi bunun time'ı da qaldırmaq üçün yoldaşlar. Gəlib effekt listəsindən sonra bir dənə tire atırıq və bunu silindi və indi gəlsəm baxsam dərhal görürəm ki, container creating vəziyyətdədir. İkinci dəfə də vuranda, hətta üçüncü dəfə vuranda görürəm ki, running vəziyyəti gəlir. Yəni sırf toleration var idi ki, həmin nodda nəsə qalxa bilmədi. Bizim bütün nodlarda toleration timed olduğu üçün bunlar qalxa bilmədi və gözləmə pending vəziyyətinə keçdi. Deməli, ondan sonra gələk nə edək biz? Master node'a keçək, master node'a baxaq yoldaşlar. Ben buradan kubestil get node yazsam, görürəm ki, mənim master 1 nodum var. Okay. Gəl bu master 1 nodda baxaq. Kubestil describe üzr sayın. Adam diye. Deməli, kubestil describe node master 1 kubestil describe node master 1 baxsaq burada elə birbaşa time hissəsinə baxaq. Grep, rey, time. Və buradan görürəm ki, bu tipli bunda bir dənə time var. Və mən gəlsəm bunu qaldırsam, desəm ki, kubestil, yəni təmizləyək, time, node, master 1 yazsam bunu və sonuna bir dənə tire atsam və dərhal bu qalxacaq. Görürük ki, burada yoldaşlar qoşan yox. Deməli bir dənə bərabərdir olanda key və value hissəsidir. Qoşan nöqtə hissəsində artıq effekt hissəsini ayırır. Burada görürəm ki, sadəcə mənim keynəm, nəyim var, effektim var. Və bunu sildim. Gəlsəm indi get pod yazsam, gəlib digər deməli node 1'e biz node 1'den mi kaldırmıştık? Okay. Node 1 gəl indi nəyə yoldaşlar? Node 1 üzərindən bir sinəvidə konkret göstərək məntiq etibara baxaq. No execute eləyək ki, artıq görəcəm no execute etdə mənim burada qalxan podum dərhal sinəcək və özünə uyğun yer axtaracaq və gedib masterdə qalxacaq. Gəl göstərək. Deməli, gələk kubestil time node 1 deməli elə bu türü götürək misal yapışdıraq buradan və buradan no şey dolayısıyla götürək no
Execute. No execute. Yazılır diye not. No execute yazsam. Tane de əlavə edeyim yoldaşlar. İndi gəlsəm Qubtiyə get pod yazsam. Və görürəm ki, pod artıq terminating olur. Fikir verin. Artıq görürsən ki, heç bir şeydə qalmadı. Dərhal oradan silindi. Bu avtomatik buradan silinir. Bu pod olduğu için silindi. Ha, deployment olsaydı buradan kaldırsaydı bir basıcı master'a kalkardı yani ki. Ha, tamam geldi. Skill, create, deploy. Nginx yazaq. 3D image beraberdir. Nginx qaldıra bilən. Okay. Get code. Dərhal gedib master'da qalxacaq o. Master'da qalxdığını görürük. Şimdi image yeni extension olduğunu ona göre biraz onu seçdik. Void ise görelim ki buradan master 1 yazılıb. Niyə görə bir dənə bizim masterımızda tiny yox idi və həmin ona görə gəlib dərhal burada qaldı. Şimdi belə də yoldaşlar. Mən bu running vəziyyət düzdürmü? Deməli bu running vəziyyətdədir. Gələk bunu elə bunun öz tiny'ını verək master'a. Deməli Still time node master 1 bunu verdim. İndi görürsəm amma still get pod yazsam bu running vəziyyətdədir. Çünki bunu noşedeler verdim. Bu artıq istifadə olunanlara bir şey demir. Sonra da gələnlərə bunu bir şey eləyəcək ki, qalxamayacaq. Gəlsəm və buradan mən no execute yazsaydım, onu dərhal əslində override də yaza bilərəm. Gəlsəm no no execute 3 override. Ondan əvvəl gələk buradan şeydən tiny'ı götürək bir dənə node 1-dən. Node 1'də tiny nə idi? Bir dənə baxayım dostlar. Node 1. Node bunun tiny'ı budur. Okay. Bunu execute. Gələk bunun tiny'ını götürək. Eynən elə. Bildirdik bunu. İndi gəlsəm mən buradan override yazsam, get code yazsam, terminating olduğunu görürəm. O niye pending vəziyyətdə qaldı? Buradan biz tiny götürmədiyimi. Still describe node 1 case Gelse buradan time listesine baksa dostlar. Ben bu time'ı götürmedim ki bundan ol birden. Götürdüğümü time. Yani şöyle buradan time'ını götüreyim bunu. Ha, gidi. Dergi 2 tane koymuşum ona göre. Okey. Derhal ileteyim. Gelsem bu buradan
Baxsam artıq kontent kreativ vəziyyət gəldi. Ondan silindi və dərhal özünə uyğun bir dənə deployment podu tapan kimi gəlib onun üzərinə qaldı. Podda bir ədəd olduğunu dərhal silib və yaranmır. Deploymentdə replikasiya etməyə nəzarət etdiyinə onun üçün ölür və özünə qalxmağa yer axtarır və uyğun olan kimi dərhal qalxdı. Okay. Bu time hissəsi idi yoldaşlar. Gəl buranı təmizləyək. Time hissəsini tam başa düşdük məncə. İndi gəlirik tolerationa uyğun bir dənə bir şey yazaq. Deməli, məndə misal masterımda sırf bir dənə qalxmaq üçün toleration yazaq. Toleration yazaq və baxaq. Qıvsiyə get. Deməli, məndə masterda time'da bir dənə baxaq. Qıvsiyə scribe mod bir grep time. Okay, gələk bunu bir dənə götürək. Yəni o execute qalsın. İşim yox bundan. İndi gəlin belə edək. No execute, okay. Biz buradan belə edək. Buna uyğun burada key value yoxdur da. Ona uyğun burada şey olmur, qədər eləcək eləməz. Onda bizdə node 2-də var idi, yoxsa node 1-də? Bir dənə baxaq. Node 2-də səhv eləmirəmsə time var idi, yoxsa bunda da mı yox? Okay. Yoldaşlar, bax bizdə indi node 2-də keyimiz də var, value'miz də var, effektimiz də var, okay. Biz buna uyğun bir dənə toleration yazaq və onun oradan qalxıb bir dənə özür sayın. Davam ediyor yoldaşlar. Gəldik time toleration hissəsinə. Biz bir dənə deployment yaradaq. Create, deploy. Test adında bir dənə deployment yaradaq. Sırf bizdə node 2 üzərində qalxması üçün bu tane key value və effekti verək ki, onun üzərində qalsın. Dire image beraber nginx okay dire try run beraber değil client o yaml t.yaml okay film t.yaml yazsam buradan yoldaşlar buradan. Ben buradan spec hissəsindən gəlsəm bax. Buradan mən Kubernetes IO'ya gəlsəm. Buradan tank yazsam. İkisi de bir yerde var. Time toleration. Gəlsəm buradan hazır toleration var. Bizə həm şeyi, həm operator lazımdır. Okay. İndi gəlib buradan konkret toleration'ı götürsəm mən. Gələcək olaraq slaytdan davam edeyim. Məsələn toleration setdiyim, ondan sonra davam edeyim. Deməli yoldaşlar, toleration videonu pauza verdim, yadımdan çıxıb buranı demişim. Toleration nədir yoldaşlar? Toleration artıq biz pod və deploymentlər üzərində fərqi yoxdur. Biz key value effektini təyin edərək onun üzərində qalxma icazəsini veririk. Məntiq etibarilə baxanda point kim məndə qalxa bilər deyilsə, toleration isə harda qalxa bilərsən təyin edir. Və buradan toleration hissəsindən bizdə 2 dənə operator var. Equal və exist. Equal həm key value effektin 3-ünü də yazırsan, 3-ü də olmalıdır. Exist sadəcə key ilə kifayətdir və value'su olmalıdır. Okay. Və key və tək effekt hissəsi olur yoldaşlar. İndi gələk bunun üzərindən danışaq. Bizdə toleration buradan baxanda görürüm ki, burada exit operatordur. Sadəcə key və effekt hissəsi var. Key buradan yazırıq. Ondan sonra effekt hissəsini yazandan sonra gəlib onun üzərində dərhal qalxır. Gələcək keçək. Buradan davam edək. Bunu yapışdırsam bura. Sayın. Deməli. Kopyalamamışam. Gələk buradan indi. Üst səsini nətər kopyalamamışam maraqlı. Gələk buradan. Üst səsini yapışdıraq yoldaşlar. Gəlib buradan biraz yamul düzəldək. Insert. Okay. Her üstü biraz yamul evet. Şöyle söz.
daha yaxşı olar ki, imtahanda problem çıxartırsan. Okay, buradan C ve tolerations verilir buradan. Bizde C neydi dostlar? C'yi buradan götürsək. C neydi? Ha, C roldu. Rol. Operator equal görür ki, həm C value və effect istəyir bizdən. Value'su nədir dostlar? Nodusu database. Okay. Effect'i də nədir? No execute. Okay. Daşı yazaq, çıxaq. Kub stil create if t nöqtə yamal. Okay. Kub stil get all 3 all byte. Və gəlib görürük ki, sırf Node 2 üzərində həmin deployment qalxıb. Testə baxıram ki, sırf Node 2 üzərində cleaning olduğunu görürəm. Və biraz gözləsəm, yenidən vursam, artıq sırf Node 2 üzərində yarandığı görürəm. Point da budur yoldaşlar. Konkret buradan nəyin üzərində qalxmaq lazımdır, onun üzərinə veririk və qalxır. Çox da uzatmayalım, gəlin buradan sonra da yekunlaşdıraq. Toleration da bu idi yoldaşlar. İndi ümumi şəkildə bir də biz danışsaq. Deməli, Tiny odur ki, podlara deyirik ki, kimsənin üzərinə qalxa bilər. Tolerations odur ki, podlara deyirik ki, deməli, Tiny'da biz deyirik ki, hansı poddan sənin üzərinə qalxa bilər. Tolerations isə pod və deploymentlər deyir ki, sən harda qalxa bilərsən. Sadə məntiqi budur. Bir də biz beynimiz qarışmasın deyə sonda bunu çalmışam. Not Infinity ilə Time Toleration biraz beynimizə qarışmasın deyə təmin tutaq ki, bunlar necə istifadə olunur. Bunlar üçü də bir yerdə istifadə olunur yoldaşlar. Notlarda 100% time olur. Və biz belə deyək ki, Tolerations və Time'dan icazələri təyin edirik. Node Infinity isə seçimləri. Yəni necə? Yəni bunlar misal ekran kartı olup olmadığın ekran kartı olup olmadığımız time və toleration'ını təyin edə bilərik. Key value'sunu deyirik ki, testdəki GPU, test GPU yazaraq, test mühitindəki GPU maşınların, notlarını təyin edə bilirik. Environment'dan da belə deyək, Node Infinity indexi artıq biz label'lar üzərindən deyə bilərik. Misal 4080, 4050 atıranda seçimləri bunun üzərinə veririk və o üçün istifadə olundan sonra seçili deployment və pod gəlib nəyin üzərində qalxar? Həmin nodun üzərində qalxar. Bu da belə ümumi şəkildə belə dediyim yoldaşlar. İndi bunun uyğun taskımız var. Ona görə indi bunu yenidən göstərib videonu uzatmayıb. Gəl öz executable taskımıza keçək. Bunun üzərində danışaq. Gələk buradan biz GitHub'ımızı açaq. GitLab'ımızı açaq. Keçək Google. Görün video uzun oldu mu? Video 22 dəqiqədir. Çox gözəl. Gələk buradan DevOps dərsləri. Buna koda gələk. Gələk buradan. Deməli yoldaşlar, gəldik biz buradan. Bunu copying elədik. Gələk. Buranı təmizləyək, səliqə görsənsin. Bizdə aləmdəyik. Bu tankları gərək siləm. Notlar üzərindəki problem çıxartmasın. Kubus deyil. Not. Birinci bunu git clone eləyim. Bir dənə baxsam burada eləyiz. Okay. Git clone. Yapışdırsam bunu. Bir dənə installation olsun. Mən gəlsəm. Değil. Test drive. Node 1. Node 1'in üzerinde yok idi seferinde. Node 2'de var idi. Okay. Node 2. Grip. Grip. Time. Still. Time. Node. Describe. Node yazmışım. Okay. Cocktail. Time. Biliyorsun diye bir göre girelim. 2 tane şey olanda Musa bunu düzeldi. Bu tankları sileye sonra ben problemi çarpmasın. Cocktail. Time. Node. Node 2. Okay. Node 2. Buradan
Bunu copying edək. Sonunda bir tane uzatsam. Okey. Gəlin başlayaq tasklara. CD, DevOps, Vernet, 6-cı milli, Time Toleration, LS, Slash Mode, Pilos X, Test.sh. Gəlin başlayaq eləməyə. Su içim. Geliştirmeyi. Okay, əlavə et environment production schedule time'dan node 1'ə və sonra yoxla successful olduğunu. Yazıram. Time node 1 bir ses verdiği seçili time götürək. Yapıştıra ora. Verdiği keçən növbəti suala. İkinci sualı deyir. Node 2'ye bu time ver. Gəlsəm buradan node 2 yazsam. Bunu silsəm. Yani copying tane verdiği keçən növbəti suala. Ondan sonra tier remove exit sil node 2 üzerinden bunu geri silək. Sildik. İstədək seni sola tier environment production şeyler kayndım. Node 1 üzerinde var. Create deployment yarat. Name olsun DevOps inject image üzerinde değil var mı? Okay, yarat. Ondan sonra tier inject image'ini istifade edersin. Toleration'sa uygun olsun. Ve gəlib orada qalsın Node 1 üzerinde. Gələk buradan hazır elimizden yazınca buradan gəlsək. Buradan deployment listesi var mı? Ancak time listesi. Burada bir tane deployment koymazlar Allah eylemesin. Yoktur. İşte buradan stil create deploy web app image beraberdir nginx dry run beraberdir clean YAML lisans aldı 4 nokta YAML okey vim 4 nokta YAML sağ buradan speak sitesine speak sitesine default ve replikası 3 ilini bire saldılar. Gələ bir dənə tam götürək buradan bizden equal istəyir. Copying eləyək. Gələk buradan yapışdıraq. Search. Okay. Şekilde biraz bizden C sitesine girək. C sitesinin why not value sitesi production bu siteden hoş edilir. Okay. Ctrl sağ stil create if 4 nokta YAML okay stil chatbot create'in olduğunu görürüm. Açasam tire o white yazsam node 1 üzerinde demişti. Kalksın web app görüm ki node 1 üzerinde kalktı. İstediği ikisini evet sonra.
Kayıt aldım. Buranı temizleyeyim. Dir deployment name ve app'di hal-hazırda var cluster'da. Dir environment production modüller tayından var. Net bir üzerinde. Updated deployment onun üzerinde kalsın. Bakalım get deploy. Görüyorum ki web app var bunun üzerinde. Herkes bu şeyleri sile. Onun üzerinde şeyler injection testi sileyim de ne? Delete deploy nginx ve nginx bunları böyle sileyim. Okey, gələk buradan bunun hazır yamını götürək ki, biz ona şəkildə belə dəyişənləri kups deyil, get bot treo yamı get bot get deploy sign get deploy hansı deploy web 3 app'nin yamını götürək. Gələk lisensi oldu 5 nöqtə yamını yazaq. Vim 5 nöqtə yamı. Gəlsə buradan bir konteyner listəsindən bir dənə əvvəldən hazır buradan tane listəsini copy edək. Bizə key istəyir miydi? Key var indi. Key var. Bunu bir dənə dəyişdirək. Tabunun işləmi problemdir yoxsa daha sürətli eləyəcək. Key 1 dəyişəni edirik buradan. Environment equal buradan value'sun yazırıq. Production və effektin o şey var. Güzel. Kups değil. Create F5 nöqtə yamal. Dir silməmişik. Yəni siləydiyindən yana bax. Və değil. Get bot Trio white running olduğunu gördük. Sen nöbet sonra. Bir deployment name monitoring var. Role monitoring executable time'da var. Exit node 2'dədir. Updated monitoring deployment'in. Gəlsin node 2 üzərində qalsın. Gəlsin buradan get deploy monitoring ve monitoring o yamal Sonya'ya lisans aldı 6 nokta yamal okey gelsem indi film bir dənə sildim tam edəndən sonra siliş şey üst konfigurasiya yamalı görə oldu ki bir dəfə elə vaxt olub məndə qeyd eləndə elə teslimatını eləyəndə birdən şundan çıxır bu it yaratmırsan komanda gedir icrası amma ondan sonra şeydir sənə görsən ki podda sildin deploymentdə sildin səndə də o düzəldəcək bir şey qalmadı yamal da yoxa çıxdı ondan sonra kapıya getir monitoring trio yaml yazırsan buradan gedək nə buradan 6 nöqtə yaml içinə girək bizdən buradan spec sesine gəlsən spec sesine gələk buradan toleration götürək yenə gələk buradan
valuesini yazaq. Strict. Şey hissəsində nədir? Rule. Deməli, value hissəsində nədir? Monitoring. Okay. Nüfuzlarımız nə vəziyyətdə? Okay. Çıxdı oradan. İlk olaraq stil, delete, retrieve, alt yamal. Stil, create, retrieve, altı nöqtə yamal. Stil, get, post, o, byte. Gəlirəm Node 2 üzərində demişdim. Node 2 üzərində də qalxdı. Running oldu. Keçən növbəti suala. 7-ci sual. Beş dəqiqə. Gələ burada deyir deployment name var, webhook PD hal-hazırda var. Deyir master control plan master 1-də control Kubernetes control plan no scheduler tayında var və variable tolerations yenilə toleration webhook deployment gəlib master üzərində qalsın. Gəlin edək. Gəlin deməli edək. Deyil. Bizde hazır vardı 2 stil get deploy var mı? Okay, stil get deploy trio yamal Nisan sol idi 7 nöqtə yamal edək qalsın buradan vim 7 nöqtə yamal gələk spec sisine insert keçək buradan toleration sisində buradan yeni copying edək. Görevi buradan yapıştıralım. Yapıştıralım. Okay. Bizden şeyin olsun. Ha, bizden şey isteyir. Hiç ne equal sıraya buradan. Şöyle buradan volume siley. Effect sesinden. O şey olur. Okay. Copy. Delete. 7 nokta yamal. Stil create. Create. 7 nokta yamal. Stil get. Bot trio fight. Və görürəm ki, pendik vəziyyətdə niyə qaldı? Pendik vəziyyətdə niyə qaldı? Bir dənə delete edək. Şeyi budur. Bir dənə gəlişlər buradan da bunu tolerance sözündə operator yüzüyle neyse söyledik ki effect no scheduler değil mi? Bir de gideceğim. Master'a bir iki tane tane sonuçta. Describe. Girip edək. Buradan aktarar. Deməli, time. No execute axı.
Burada deyil no şeylərdir. Ha, bu default da götür biz dəyişmişik axı. Buna görə belə zorunda deyil. Evet. Ha, burada belə deyir amma default da odur. Biz özümüz dəyişmişik ona görə belə eləyir. Əslində biz düz yazmışdıq ay burada. Heç problem yox idi. Sadəcə bundan əvvəl dəyişmişdik ona görə belə elədi. Okay. Bunu seçək. Buradan hmm. Nuller. Team. Set rover yoxdur. Bu var iki. Bunu kopyalayaq resmen. Overwrite'a ne ihtiyaç var? Hiçbir tane yoktu. Bir neden? Şimdi overwrite istiyor. Bizde tane var ki. No şeyler var ki. İki tane var idi onda. Bunu özü də əlavə eləyib. İstəsək, istəsək şey olsa bir tane baxaq. Get for. Sırf onun üzerinde şeylenmedi. Sildik. Değil. Direkt. Direkt. Sen söyledi. Gitmek ne ama. Get for. Direkt. Why? Okay, creating olduğunu görürüm. Master birdə. Nə image-dir? Balam Nginx yoxsa Redis? Yenidən image işləyir. Okay, running oldu. İstədik ki, növbət soru. Okay, yoldaşlar buradan bizdə deyir cluster'da deyir cluster'ın node birində environment production label'ı var. Node affinity üçün istifadə ediləcək. Environment production node tiny var. Configuration deployment name'i bir app-dir. 8. Bir regarding diring scheduling, ignore diring execution et. Okay. Və environment production label olan da qalsın. Və tiny'da da environment production no schedule oldu. Gəl başlayaq. Biz bunun üçün hazır buradan Kubernetes gəlsən buradan affinity node affinity yazsan gəlsən buradan node affinity sesine buradan control V yazsan deploy yazsan buradan hazır buradan bir tane deploymentimiz götürək. Okay. Bunu götürək buradan. Gələk buradan. Vim sensual 8.yaml yapıştıraq onu. Biz buradan fotoğrafın ikisini silək. F'in ikisini silək buradan. Okay. F'in ikisini silək. Gələk. Hemen ikisini buradan. Sonra node affinity yazar. Node affinity. Burada hazır bize verir. Bunu bir tane copying edək. Gələk buradan yapıştıraq. Gələk buradan səliqə salaq. Bu mənə maraqlı deyil. Bunu biraz şey desələr nə olar ki bilmirəm. Okey. Bizdən
Burada key value ne istəyir? Deyir lightweight environment production'dır. Environment in production. Okay. Ondan sonra gələk tiny hissəsindən buradan tiny'mizi götürək. Tiny hissəsindən gələk bir saral. Spekin altında elə buradan. Bu şey yapıştır. Buradan da yapıştıralım. Gitsin. Toleration hissəsində də Bilgin value'su değişikliği okay. Ben buradan şey hissesinden ne istəyir? Environment value hissesinden ne istəyir? Production bu şeyleri okay. Bu şeyler bir dənə tələsməyək. Gələk deployment'in adına baxaq. Deployment'in adı nədir? Web3 okay. Image'in istəyir bizdən. Development'da time bize her hansı bir şey ilgisi kalır hafif kalsın. Nginx okay. Değil. Create ref. Hem biz burada yoldaşlar time elədik. Hem Node Affinity ilə konfigurasiya elədik ki, Open label'a qalsın. Və toleration'da yazdım. Bizdən sonra idi 8.yaml create oldu. Copy değil. Node 1 üzerine bakacağız. Okay. Ve 3. Alright. Hamısı Node 1 üzerine kalktığını göreyim. De running olsun. Volts. Kökçe de running oldu. İstediği için nöbet sonra. Yalnız diyelim için olur. Videonun isteği oldu işte. 48 dakika. Videonu çok uzatmayacağım. Bundan sonra bir dinlendi bir elitsem vakit uzun olacak. Yoldaşlar bu da şeydi. Time Toleration sitesiydi. 9. sol eline buna bir birebir elini çok videonu uzatmayayım. Oldu yoldaşlar nöbette size görüşene kadar Allah'a emanet.